Bəziləri elə bilir ki, mənə kimsə güldən ağır bir dənə söz deyə bilməz. Dedisə, mənim şəxsiyyətim getdi aradan. Deyə bilmirlərsə, mən şəxsiyyətli adamam. Yox, belə deyil. Bu deyil, bu baxış səhv baxışdır. İnsan şəxsiyyəti bundan ibarət deyil. Elə bir məqam olar, insan səbr eləyər, qəzəbin udar. Onun məsələn, hörmətini də sındırarlar, o neyniyər? Qəzəbin qoruyar orada, dözər orada, səbr eləyər. Bu insanın şəxsiyyətinin aradan getməsi demək deyil. Şəxsiyyət bu deyil. Şəxsiyyət, yəni sən öz kimliyini tanıyasan. Tanıyasan sən kimsən? Tanıyasan sən nə üçün xəlq olunmusan? Hədəfin nədir? Bunu kəşf eləməyi bacarasan. Bacarasan sən nə üçünsən, nədən ibarətsən?